sizi özümlə gəzdirmək istəyirəm. Getdik. İndirim demək olar ki yoxdur. 0.1%. 340 manata dəyərmi? Heyvan ölü belə bil ki. Nəhayət H&M açılır. 50%-a dək indirim var. 26 manat olub, 43 manat idi. Mangoda indirimlər var. Paltarlar biraz arvaç qoydu. Mən isə çox şirin əşyalar tapdım. Bura gəlsəz mütləq ondan seçin. Нет, мамина жизнь. Qapılar bağlanır. Hər kəsə salam. Mən gəlmişəm bu gün mola və sizi özümlə gəzdirmək istəyirəm. Görək buralarda nə var, nə yox. Bu dəqiqə mən Zara'dayam. Baxmaq istəyirəm, görüm indirimlər varmı? Obşum, getdik. Deməli, ilk öncə gəldim oğlan uşaq adelinə. Belə deyim, göz atdım, indirimlər yoxdur, amma çox qəşəng kolleksiyalar gətirilib. Mənim ən sevdiyim basanoşkalar. Bunları hər il alıram. Fərqli rənglərdə. Ay, nə gözəl vitrovkadır, çox gözəldir. Bunlar da maraqlı köynəklərdir, amma həqiqətən başa düşmürəm. Həm qolqsa, həm də ki belə yun material, yəni uşaqlara çox isti olar. Düşünürəm ki, bu heç əlverişli mal deyil. Belə qısa şortik var. Bu köynəklər də həmçinin əslində qəşəngdir, amma əlverişli deyil yenə də. Nə qışda qısa qol geyinə bilmirsən, nə də ki nazik də deyil. Belə kepkalar var, belə katan köynəklər var. İnansız ən sevdiyim uşaq paltarı, kombinezon sayıla bilər. Düzdür, bu mənim üçün biraz şitdir, amma uşaqlar sevir və plus bunlar yuyulduqca gedir deyə partlayır. Ona görə mən belə bir şey tövsiyə eləmirəm almağa. Həmçinin şortik Mickey Mouse'la, Donald Duck'la köynək belə. Burada qız aksesuarları və çox şirin qız kolleksiyası var. Yəni bunun şirinliyinə baxında, amma nə yalan deyim, 69 manata balaca bir paltara pul ver. Yəni mənə görə çoxdur. Mən biraz ekonomistəm o barədə. Qəşəng kurtkadır və bunlar da çox qəşəngdir. Belə bir donlar var. Belə dəstlər çox qəşəngdir, çox. Sonra bunlardan da çox xoşum gəldi. Yəni qızları olan nəzərinə alsın. Çox qəşəng və zövqlü bir dəstir. Sonra bunlar da həmçinin dəstir. Belə bir şey var. Ay Allah, bu da çox şirindir. Köynək 45 manat, böyük ihtimal şalvarda 45 manat. Mavi rəngi də var. Bunlar da çox çəhrayı falan, çox rənglidir. Da maraqlıdır. Hələ bunun sumkasına baxın. Sonra keçək böyüklərin adelinə. Yəni burada bir dənə stand endirimli paltarlar var. Yəni çoxsu şalvardan ibarətdir, yubkadan. Yəni belə endirim demək olar ki yoxdur. 0.1%. Belə qırmızı kolleksiya var burada. Məncə çox açıqdır da, yəni bunu hara geyinəsən. Mən şəxsən belə şeylər geyinmirəm. Yəni o dərəcədə açıq, xoşuma da gəlmir. Ay, bu çox qəşəngdir, amma yenə də mənim geyinəcək bir şey deyil. Çantalar var, belə maraqlı. Bu ayaqqabılar da məncə çox narahatdır. Yəni mən geyinəndə sıxılıram. Çox rəngli kolleksiyalar tək uşaq adelində deyil. Həmçinin böyük adeldə də var. Ay Allah, bunun şirinliyinə baxın. Şalvar köynək. Hansısa Venesiyada falan geyməyə aladı. Burada da belə yubka şalvar tapdım. Çox maraqlıdır. Bağlayanda yubka kimi qabağı görsənir. Məncə əla variantdır. Biraz topuş xanımlar üçün. Yəni istəmədiyi yerləri örtə bilər. Həmçinin burada da belə qalın köynəklər var. Yəni bunu harda geyinəsən? Köhnə mod qayıdır deyəsən. Belə giymək istəyərdim. Amma təəssüf ki olmaz. Muzum icazə vermir. Çin elementi artıq Zara'ya gəlib. Çox yerdə görmüşəm belə detalı. Mənə qəti belə valanlar falan yaraşmır. Qəşəng köynəkdir, amma yenə də istidir. Bayaq dediyim kimi Çin elementi və bu niyə bu qədər bahadır? Çox maraqlıdır. Çox
qəribə materialı var və üstə gəl çox ağırdır. Amma 340 manata dəyərmi? Nə bilim. Mən almazdım. 109 manat. Hamilə qadınlara çox qəşəng yaraşardı bu paltar. Belə maraqlı paltarlar da var. Oh. Yəni belə. Məncə nəsə tapmaq olar. Amma nə yalan deyim, mən bu dəqiqə heç nə almazdım. Çünki birincisi çox bahadır, ikincisi də arıqlama dönəmindəyəm deyə. Tam arıqlayım, sonra alaram inşallah. Baxın, bu da çox maraqlı şal vardı. Nəyə görə? Çünki qırağı yarıya qədər cırıq ventilyasiya sistemi işləyir. Girmişəm Bershkaya və buradan çox mundar iyi gəlir. Heyvan ölü belə bil ki, leş iyi gəlir. Bershkada həmişə kimi 90-cı illərin paltarları sanki qoyulub. Mənə yaxın deyil bu stil, nə yalan deyim. Yəni bu sumkaya bax və bil ki Bershka nə mağazindir. Burada bir də normal maraqlı ayaqqabılar tapmaq olar. Qəşəngdir. Bunlara baxın elə. Məncə mən biraz böyümüşəm. Elə bil ki bura teenager mağazinidir. Girdik Stradivariusa. Burada da belə qəribə çantalar var. Nə bilim. Deyim ki, xoşuma gəlir, yox. Amma aksesuarlar maraqlıdır. Kupalniklər. Yay üçün aksesuarlar. Atlasdan ayaqqabı. Broşkalar falan. Əslində mən Temudan zakaz eləmişəm. Böyük ihtimal ya göstərmiş olmuşam artıq, ya da ki göstərəcəm gələn vlogda. Və mənə bugün belə sadə qara rezinlər almaq lazımdır. Çünki tapa bilmirəm evdən. Artıq hamısını itirmişəm. Belə Aladina deyirlər də, bunları səhv eləmirəmsə. Belə Aladinlər var. Bu nakitkadan məndə artıq 3 rəngdə var və bənövşəyi rəngdə məncə qəşəng deyil. Ümumiyyətlə bənövşəyi rəngi heç zövqlü bir rəng deyil məncə. Halbuki anamın adı Bənövşədir. Çox sevirəm belə köynəklər, amma təəssüf ki mənə olmaz. Nə yalan deyim, amma arıqlasaydım tam alardım, istəyərdim geyinmək. Belə qolsuz modellər. Gözəl şal vardı arıq qızlar üçün. Amma qalındır yay üçün. Anam həmişə deyir ki, yaxşı ki sənin qarşına Vüsal kimi adam çıxıb, yoxsa çoxdan özünü buraxmışdın. Nə yalan deyim, biraz düz deyir. Çünki mən lap bu qədər də qapalı geyinməzdim məncə. Çoxlu ayaqqabı var. Həmçinin bu tipli. Bu tip şal var. İndi dəbdədir. Və belə nazik də var. Kurtka üçün biraz tezdir, amma pis deyil. Bu çox zövksüzdür mənə görə. Neyse, belə çox da şey tapa bilmədim. Burada elə bir teenager mağazasıdır. Ayda zəhləm gedir bridgelərdən. Bilmirəm, bu məncə bridge yoxşur. Capri'də bridge'dir, nəsə elə bir şey deyirlər. Yəni, məncə bərbaddır. Elə bil ki, o bridge'lər, Capri'lər ayağı tam kəsir. Yəni, ruslar demiş, nesurazlı görsənir, bilmirəm. Qəribə görsənirmi deyim, necə deyim. O sözü bilmirəm, necə bizim dildə deyirlər. Buradan çıxdım, gedim, baxım, ola bilsin Mangoya girdim. Girdim Polandiyaya və düşünün, bu tipli paltarların nə qədər faiz adam giyinir Azərbaycanda. Nə bilim, yəni mən çox görmürəm, nə yalan deyim. Nəsə, burada da səy-səy paltarlar var. Sevmədim. Burada tək xoşuma gələn olan bu vitrovka oldu. O da pod vопроsum, çünki varatniki var. Mən varatnikli paltarlar heç sevmirəm. Və nəzərinizə alın ki, artıq nəhayət Massimo Dutti'nin yanında H&M açılır. Deyəsən böyük olacaq. Səhv eləmirəmsə, burada əvvəl de facto var idi. Nə vaxt açılacaq onu da bilmirik hələ. Amma axır vıviska var. Nə vaxtsa açılacaq. Next-ə girək, Mangoya girək ola bilsin. Next-ə girdim, burada 50%-a dək indirim var. Amma hər paltara 50% deyil də. Məsəl üçün 31 manata idisə 25 manata bu şal var. Bura uşaq adelidir.
necə deyirlər Azərbaycan dilində? Məsəl üçün 23 aydı 19-dur. Allahım bu körpələrin yerinə çox bayılıram. Ürəyim gedir. Yəni bunun şirinliyinə baxın. Adam lap körpə uşağı istəyir. Amma ay Allah. Material necə gözəldir. Çox qəşəngdir. Ay Allah, hele papaqlarına baxın. Bu şirinlik nədir belə yəni? Çoraplara. Uş Allah, fidancı. Allah olmayanlara qismət eləsin inşallah. Qız tərəfinə baxın. Deməli, bugün mola gəlməyimin ən böyük səbəbi o idi ki, xalam oğlunun qızına nəsə hədiyyə almaq istəyirdim və girdim Next-ə baxmağa və burada qəşəng indirimlər var. Məsəl üçün 61 manata olan bu balaca don 37 manat. Yəni çox qəşəngdir, amma təəssüf ki, balacadır. Və axtarsaz nəsə tapmaq olar. Qəşəng paltarlar var. Məsəl üçün bu platiyada 26 manat olub, 43 manat idi. Körpələr üçün 6-9 ay falan belə. 33 manata, 55'e idi. Bu dəstin şirinliyinə baxın. Nə gözəldir. 57 manat, 67 manat idi. Gəlin belə göstərim. Belə qəşəng dəstlər də var. Və belə 50 manatdır. Dostlar, Mangoda endirimlər var. Qəşəng platiyalar var. Bu tip paltarlar bu dəqiqə dəbdədir. Yəni belə gələn. Və mənim də çox xoşum gəlir. Figuranı çox gözəl göstərir. Nə gözəl paltardır. Yəni mənim tipimdə. Ay siz bunun şirinliyinə baxın. Nə gözəl rəngi var. Paltar da çox gözəldir. Üstündən nəsə taxasan. Yəni mənim sluçayımda 167 manat, amma bahadır məncə. Qızlar, hər yer endirim, hər yer. Yəni məncə gəlin. Mangoya mütləq gəlin. Çünki hər şey tapa bilərsiniz. Sadəcə olaraq mən hələlik istəmirəm deyə ona görə sizə bu vlog geyim çəkməyəcəm. Burada gözəl günəş kolleksiyası var. Воздушное платье 125 manat. 125 manat. Həmçinin uşaq kolleksiyalara da endirim var. Yəni kimin uşağı var nəzərinizə alan. İndi baxacağım görüm adamın uşağı nəsə tapa bilərəmmi? Uşaq üçün köynəyə baxın. Bu da Çin fasonunda 47 manat. Və yenə də bahadır məncə. Belə bir qalın köynək də var. 50 manat 99 qəpik. Bunların şalvarları da var. Hər ikisinin. Bu paltarın da. Deyəcəksiniz ki, bu qız hər şeyə bahadır, amma həqiqətən yəni dəymir. Balaca bir komplektdə dəst paltara 70 manat falan vermək mənə görə ağılsızlıqdır. Nəyə görə? Çünki bu uşaq maksimum yarım il geyinə bilər də bu paltarı. Nəyə görə cibinə qənaət etməməlisən? Nəysə, siz necə istəyirsiniz eləyin, amma mənə görə o çox bahadır. Çünki baxın, burada 50% endirim yazılıb və çoxlu qəşəng köynəklər və onların alt yəni yubka ya şort etməsə var. Amma yenə də çox bahadır. Təsəvvür eləyin. Bu məsəl üçün 47 manat bu şortik ya yubkadır nədirsə belə bir şey və bunun üçün bu köynək 41 manat 99 qəpik. Yəni 100 manata başçı gəlib çıxır. Baha deyil. Məncə bahadır. Həmçinin belə köynəklər. Bunlar çox qəşəngdir. Bu qəşəngdir. Amma yenə də qiymət üstündə. Və mən özümə eynək axtarıram. Çünki mən furla eynəyimi Vüsal harasa qoyub. Axırıncı dəfə onun maşınındaydı. Ona görə dedim bir eynəkləri də baxım, amma tərəfi çox sıxır. Düşünürəm ki, başım ağrıya bilər. Ona görə də nəsə yüngül bir şey tapmaq lazımdır. Bu da qəşəng dəstində. Amma yenə də buralarımı sıxır. Bax, mən bu eynəyə necə baxım. Bu buradan sıxır. Çox narahatdır. Heç olmasa onu buradan yapıştırsaydılar dərd yarır. Amma yenə də nəsə anormal eynəklərdir. Sizə göstərmədən bir 3-4-ünə də baxdım, amma heç biri qəşəng yaraşmadı. Həm də qəti rahat değildi. Ona görə də çıxıram buradan. Gedirəm Waikiki'yə, Potona. Orada baxaq görək nələr var. Ondan sonra gedib ya çay içmək olar, ya salat yemək olar. Mesela akşam üçün bir
gələn altı tapmaq olar. Və girdik Waikiki'ye. Bizi girişdə belə 3 qız qarşılayır. Nə yalan deyim, buranın paltarlarını çox da bəyənmirəm. Nadir hallarda nəsə qəşəng bir şey tapmaq olar. Məsəl üçün bu pis görsənmir, amma geyinəndə adam bilir də, yəni əyninə olur ya yox, yaxşı görsənir ya yox. Amma buradan mən adətən oğlum üçün nəsə tapa bilirəm. Çünki həm qiyməti münasibdir, çox yaxşıdır və material da pis deyil, yəni tapmaq olar qəşəng material. 60 manata belə bir rubaşka. Mənə görə bu paltarlar biraz üzürlü sayın arvaç qoydu. Gənclər üçün çeşid daha azdır. Belə 70 manata katan donlar var. Biraz qalın kimidir amma. Və sintetik bu cür paltarlar, cicişlər, güllü-müllü. Deyəsən, endirimlər də var. Çünki qırmızı belə etiketlər var, amma çox azdır da. Yəni indirim demək olar ki, yoxdur. Burada belə basanojkalar. Burada, kстати, arada ayaqqabılar tapıram. Məncə buna oxşar qara ayaqqabım var, səhv eləmirəmsə. Bu ayaqqabılardan heç xoşum gəlmir nədənsə. Mənim zövqümdə deyirlər. Bu da oğlanlar üçün ayaqqabılar. Yenə də endirim yox. Bunlar qəşəng ayaqqabıdır məsəl üçün. 30 manatdır. Pis deyil. Və keçək oğlan tərəfə görək buralarda nə var. Sadəcə olaraq belə baxmaq çox çətindir də. Çünki dəhşət çox çeşid var. Hamısını da sıxışdırıblar. İstə gəl hamı bir yerə, nə bilim 2 yaş üçün də aylıq paltarları da bir yerə qoyurlar. Ona görə də nəsə tapmaq çox çətindir. 30 manata belə bir uşaq üçün. Amma qalındır. Görürsünüz burada həm 9 yaş üçün var, həm nə bilim xırda bu nədir, 3-6 aylıq uşaq üçün. Mən əsas oğluma nə almaq istəyirdim? Papaq tapmaq istəyirəm. Çünki papağın hara qoymuşamsa bilmirəm. İtirmişik hardadır. Amma axır bir dənə kepka tapmaq istəyirəm ona. Bir taxsın, harasa gedəndə heç olmazsa fərqli olsun. İnarsız bu dəqiqə dəhşət istəyərdi bax bunu almaq. Çünki Spiderman-dən indi bu dəqiqə xoşu gəlir. Amma əlbəttə ki biz elə zövqsüz deyilik. Hər şey almarıq uşağımıza. Ona görə normal kepka tapmaq lazımdır. 15 manata 1-3 ay. Deməli qızlar üçün qəşəng çox çeşid var və qəşəng qiymətlərə tapa bilərsiniz paltarları. Sadəcə olaraq yaxşıca axtarmaq lazımdır. Vəssalam. Məsəl üçün 15 manata belə bir rubaşka. Futbolkalar var 20 manata. Amma mən ucuz da görmüşdüm. Yəni axtarsaz tapa bilərsiniz. Mən sadələrə baxıram əlbəttə, amma fərqli rənglərdə də var. 25 manata belə bir dəst. Yəni pis deyil. Sonra belə bir qəşəng don. Çox qəşəngdir. 35.99 dəyər almağa məncə. Həmçinin ayaqqabılar da endirmə düşüb. Yəni bunlardan da tapmaq olar nəsə. Məsəl üçün bu ayaqqabı 25 manatadır, amma daha ucuzlarını tapmaq olar. Bu da 25 manatadır, amma bu çox qəşəngdir. Beləsi 15 manatadır. Bilmirəm əzər uşağın ayağın ya yox, amma belə yumşağı oxşuyur. Belə əzilir. Mən isə çox şirin əşyalar tapdım. Rozovə belə vitrovka, sonra bu cür köynək. Görün nə qədər şirindir. Təəssüf ki 1-2 yaş alıram, amma baxdım 92 boya yarıyır da, balaca qız balacadır, hələ 92 deyil. Yəni məncə olacaq və bu köynəklə giyməyə belə bir şortik çox qəşəngdir. Çox bəyəndim. Ümid eləyirəm anası da, atası da bəyənər. Oğluma da nəsə tapmaq istəyirəm, amma valla heç nə tapa bilmirəm. Əslində sportivni şalvar lazımdır. Nazik, çünki bağçada giyməyə və ya nəsə yolda, hardasa da. Və şortik köynək də ala bilərdim, amma heç bir şey tapa bilmirəm və ya ola bilsin ki artıq yoruldum. Çünki bunları da dəhşət çox axtardım. Amma axır ki tapdım, əsas odur. İndi buralara baxacağım, görüm bəlkə var. Və bir də məndən oğlum nə istəyib? Spiderman'ın paltarını istəyib. Bilməm onu necə tapacağımsa. Bəlkə də Temu'dan zakaz eləyəcəm. Böyük ehtimal.
Adəm üçün belə pijamalar buradan tez-tez alırdım. İndi sadəcə olaraq anam aldıqlarını geyindirirəm və hələ var deyə heç nə almıram. Böyük ehtimal yay üçün alacağım. Hayırlı olsun. Çox sağ olun. Beləcə oğluşum üçün heç nə tapa bilmədim, amma əsas odur ki, hədiyyəni aldım və gedim Kotona da baxım hər ehtimala qarşı. Bu arada oğlum üçün kepka tapdım. Amma ancaq belə. Axır bir dənə də olsun zapas kepkası olsun, çünki o birisini tapa bilmirəm. Corab da almaq istirdim, amma corab təəssüf ki yox idi, qurtarmışdı. Ona görə də gedək başqa yerə. Beləliklə gəldik Kotona və burada mahnı o qədər yüksək qoyulmuşdu ki, sanki biz mağazaya yox, kluba gəlmişdik. Bu cür yopkaları çox sevirəm, amma məndə artıq neçə rəngdə var. Endirimlər demək olar ki yox idi, ona görə də keçdim sizə aksesuarları göstərməyə. Burada bir maraqlı krabik tapdım, amma Temudan artıq sifariş eləmişdim və qiymətləri də görə bilərsiniz arxasında. Çeşid aksesuarlar var, çox gözəl. Ən çox bəyəndiklərimi sizinlə paylaşdım. Qiymətlər aşağı-yuxarı təxminən 10-12 manata idi. Bu cür böyük aksesuarlara, əsasən də sırğaları çox sevirəm, çox bəyənirəm, amma təəssüf ki özümə heç cür yaraşdıra bilmirəm, ona görə də o qədər də tez-tez almıram. Mağazada musiqi çox yüksək idi və deyəsən məşhur mahnı səslənirdi. Müəllif hüquqları problemi olmasın deyə videonun səsini bağladım. Və burada artıq keçmişik uşaq paltarı şöbəsinə. Əslində şirin, qəşəng paltarlar var idi, amma gördüyünüz kimi endirimlər yox idi. Burada isə sizə oğlan uşağı üçün paltar göstərirəm. Əslində Kotonun hər paltarını mən bəyənmirəm, amma maraqlı bir şey tapmaq olar. Burada unudub türk lirə qiymətini hələ də dəyişməyiblər. Bu kombinezondan isə bizdə var idi və indi də başqa rəngin adam geyinir. Bu arada bu şalvardan da xoşum gəldi. Kotonda da biraz gəzdim. Biraz sizin üçün video çəkdim. Düşünürəm gedim Madoda bir dənə çay içim, çünki səsim də qovuşub. Nədənsə xəstələnirəmmi, nəsə belə qəribə olmuşam. İçim gedim evə, daha doğrusu gedirəm bağçaya oğlumu götürməyə. Yoldaşımla bir yerdə, oradan da yəqin ki evə gedərik. Beləliklə əyləşdim Madoda, terasda. Bir stəkan çayımı içim, sonra da gedim. Çayımı gətirdilər, deməli burada bir balaca kurabiye var və şiyələk deyəsən rəbbəsi, amma mən sevirəm. Deməli Madodakı şirniyyətləri sizə göstərmək istəyirəm. Və bir dəfə burada nə yemişdi, indi göstərəcəm sizə, çox bəyəndim. Ola bilsin vitrində olmasın, amma belə göstərəcəm. Paxlavalar. Qəşəng qab da var, özünüzlə aparmağa. Belə çeşid şirniyyətlər. Bu kurabiyeləri adətən çayla bir yerdə verirlər. Belə. Burada da belə kruasanlar var. Yekəni bilmirəm, amma karamelli kruasan yemişdik biz keçən dəfə qızlarla dondurmayla. Çox dadlıdır. Tövsiyə eləyirəm. Bura gəlsəz mütləq ondan seçin. Bir şəkil qoyaram, burada baxarsınız. Bu da dondurmalar. Bu cür dondurmaları da çox sevirəm. Əsas da bu turşları. Bu qədər. Və son Massimo'ya da girin, baxın burada nə baş verir. Nə var burada? Baxın nə gözəl. Ay, nə pis görsənir burada işıq. Nə gözəl köynək var. Təəssüf ki bilinmir. Buradan asım göstərim. Və arxasıdakı necədir? Belə. Bu da qəşəng vitrovkadır. Sonra maraqlı nələr var? Bu da maraqlı köynəkdir. Kətandır. 200 manat. Təxmin 200 manat civarındadır hər şey. 270. Gözümüz xarab oldu. Bu da çox maraqlı köynəkdir. Sərin, materialı superdir. 200 manat. Və burada görün nə gözəl. Belə don var. Çəhrayı.
Belə tünd kolleksiya. Sdержанный nədir bilmirəm. Azərbaycan dilində. Deməli, Next-a qayıtdım. Yadıma düşdü ki, böyük paltarlara baxmamışam. Və burada da endirimlər var. Məsəl üçün bu platya 125 manat, uzundur, cinsdir. Sonra belə bir don var, 118 manat. Yəni qiymətlər çox da aşağı deyil. Belə bir don var. Təəssüf ki, normal çəkə bilmirəm. 62 manata. Sonra belə tişörtlər var 46 manata. Qalın köynəklər. Bunlar da biraz arvad qoydu. Uş. 89 manat. Belə koftalar da çox sevirəm. Siz deyən heç nə tapmadım. Ona görə buradan da çıxırıq. Geldim markete çünkü su almaq lazımdır. Su suyacağım birazdan ve saat 7'ye kimi mən adətən su içirəm, sonra içmirəm çünkü ödəm olur səhərə. Və adamı uşaq üçün görüm, chipsi nori tapsam onlardan da alacağım. Və nəhayət bayaqdan axtardığım chipsi nori acılı. Bunları götürüm gedim uşağımın yanına. Deməli mən gəldim. Atası burada nəsə alır. Adam da oradadır. Привет, мамина жизнь. Поцелуй маму. Мамина жизнь. О, ничего себе у тебя машинка. Yaxşı balbalam. Göstərin görən almısınız. Nə almışıq adam? Dynka, Həzər ürəyi, öküz ürəyi, vüsal ürəyi. Aha. qəşəng yükə deyir. Baxım da, hara qaçırsan? Aha, что еще? Dağıdalsın. Покажи мне kakrusku. Bir də kakrus. Qaynatam demiş. Hamı soruşur niyə kakrus? Çünki qaynatam elə deyir. Gəl otur. Gəldik evə və belə bir şeylər hazırladıq. Oturmuşuq indi həyətdə. Olmayan filmə baxırıq. Baş üstə. Atar. Yaxşı, çox sağ ol oğlum. Bunlar. Daqda da Ondan yeyeyim. Sən də ye. Baş üstə. Olar mən az yeyeyim. Yaşan da ye, mən de yaşayayım. Yaxşı.